Deməli, artıq kalkulyator application'ımızın kod hissəsini yazmağa başlayırıq. Eee, Deməli, bizim bu dizaynımızın bir də funksiyonallıqları olmalıdır. Bu funksiyonallıqları main activity-də yazırıq. Deməli, bizə bunlar lazım deyil. Buna da ehtiyac yoxdur. Deməli, gəlirik burada klass səviyyəsində. Deməli, bizim bir olmalıdır displeyimiz, yəni kalkulyatorumuzun ekranı. O da text view formatındadır. Bunu da latent deyək. Buradan text view deyək. Burada klasa import edək. Sonra bizim 2 dənə əməliyyatımız olmalıdır. Yəni 2 ədəd daxil olunan 2 ədəd olmalıdır. Latent və operand 1 deyirik. Bu da olacaq. Bu səhv etmirəmsə string tipində olacaq. Latent var. Operand 2 string. Və bir də operatorlarımız olan, yəni bu əməliyyat operatorları olan listimiz olacaq. Onda latent var. List label list. Bunun da tipini button deyək. Burası da import eləyək. Deməli, bunlar string yox, double tipində olmalıydı. Var. Bizim 2 dənə daxil edəcəyimiz ədəd olacaq. Yəni birinci ədəd, ikinci ədəd. Birinə operand 1 deyirik. Bu double tipində olacaq. Double hansı tipidir? Kəsir ədədlər. Və var. Operand 2 deyirik. Bu da olacaq double tipində. Buradan date'nin ehtiyac yoxdur. Buradan nolu əlavə edək. Var deyək. Bir də bizim bir inputumuz olacaq, yəni daxil edilmiş ümumi mətnimiz olacaq. Bərabərdir, elə birincidən belə boş bir string göndərək və bizim operatorlarımız olan bir listimiz olacaq. Yəni bu əməliyyat operatorlarımız vurmadır, bölmədir, çıxmadır. Onu bir list daxilində verəcəyik. Bax, list qoyaq adını, olsun table list tipi də button tipində. İlkin məsələlər hazırda elan eləmək. İndi bu displayımız bir-bir bunları initialize eləməliyik. Demək, displayımızın gəlirik, bizim displayimiz, yəni ekranımız haraydı, buraydı. Bunun ID-sini götürürük. Yəni bunun burada artıq elan eləməliyik. Display bərabərdir, find by ID id display dedim. Listimi gətirirəm. List bərabərdir. Deməli, mənim bir operatorlar olan listim olmalıdır. Table list deyirəm. Bunun tipini string verək. Bir bütün əməliyyatları biz nə eləməliyik? Kopyalamalıyıq mətnlərini. Plus gəlirik. Bura plus qoyduq. Sonra var bizim çıxma əməliyyatımız. Bura çıxma qoyduq. Sonra var vurma əməliyyatımız. Bura qoyduq. Sonra var bölmə əməliyyatımız. Bu işarəni buradan kopyalayaq. Klaviaturada bilmirəm necə bu simvolu götürmək lazımdır. Ona görə birbaşa kopyalayıram. Ctrl-C, Ctrl-V elədim. Sonra var kök 6 işarəmiz. Bu simvolu da mən klaviaturada bilmirəm. Ona görə Ctrl-C, Ctrl-V eləyirəm. Sonra nə var? Burada bu ədədin kvadratı, qüvvəti işarəsi var. Simvolu, o simvolda Ctrl-C, Ctrl-V eləyirəm. Başqa nə var? Ədədin 1 olan nisbəti. Bunu götürürəm. Bu əməliyyatı götürmürəm, yəni bu funksiyonallığı çox da dərinə getmirəm, plus minus faizi götürürəm. Onu siz istəsəz, yəni araşdırıb özünüz o funksiyonallığı əlavə edə bilərsiniz. Kitabımda açıq mənbə kodlu paylaşmışam. Faiz işarəsində buraya yapışıram. Mənim əməliyyatda olan listim hazırdır. Bu listin içindəki elementlər mənim buradakı əməliyyat simvollarıma qarşılıq gələcək. Bir də mənim nələrim olmalıdır bu rəqəm buttonlarım, yəni bunlar düzdür. Dizayn olaraq var, amma hər birinin üzərinə klik olunanda bir yazısı, 2 yazısı ekranda displeydə görünməlidir və yaxud da ki, toplayanda bunlar toplanmalıdır. Ona görə hər bir button üçün yeni bir klik yaradılmalıdır.